Soğukdan bütün bedenim donur. Bu ne vaxt qalxacaq? Bədənimiz cəhənnəmə, dodaqlarımız donsa nə verəcəyik? Mənə bax, bu büyün çətin qalxır. Çətin. Bilsəydik ki, bir dəfəli bu qalxmır. Sorardı da. Daha demədə. Hə, bu qalxmanı gözləmərdi ki. Mən axı deyirdim bu köynəlib. Değişmək lazım. Bu nədir? Mən arzu eləmişdim payızda ölüm. Gözləməli, orkestrin şən musiqi sədaları altında basılsınlar. Yaxşı, fəsli dəyişmək mümkün deyil. Bəs orkestrin musiqisinə də gəlir. Cənab Əzrəl, bəlkə tələffüzü mən aparmağa. Bəlkə mənə astroçka verəsiz. Birincisi, yangın söndürəndən, polisdən, təcili yardımdan fərqli olaraq mən həmişə vaxtında gəlirəm. İkincisi, kiməsə astroçka verdiyim hələ yadıma gəlmir. Üçüncüsü, darıxma, qalxan kimi musiqi olacaq. Yo, mən bir söz demirəm. Sadəcə olaraq yoruldum gözləməkdən. Soyuqdur. Ölü olanda da olar. Axı ölüyə də soyuq olur. Özünüz də bilirsiniz ki, altda heç nə yoxdur. Şarıqlarda görüşük balam. Allah, vallahi bir rəhmət eləsin. Bunu kim tapırsa icad edib, çox ağıllı adamdır. Allah da sizə rəhmət eləsin. Gözəl adətdir. Əhməd ağa mənim, Əhməd ağa mənim. Darıxmayın, Əhməd ağa mənim. Bu dəqiqə qalxacaq, qalxacaq. Kaldır. Çətin. Onun üçün də çətindir, bizim üçün də çətindir. Hörmətli matəm iştirakçıları, mən mərhumun ailəsinin yaxın bir dostu kimi sizin hamınıza xoş gəldin deyirəm. Xoş gəlmişsiniz, səfa gətirin. Mən mərhumun ən yaxın bir dostu kimi. İndi olmasın, çox yaxınıdır. Öz sözlərimlə sizi biraz bu soyuq havada işitmək və mən sizin hamınızı mərhumla biraz yaxın eləmək istedim. Ay bu dəli. Maestro, yarım kublet matəm marşı. Mən axı belə deməmişdim. Mən şən musiqi istəmişdim. Bu başqa məsələ. Şimdi sizləri, əzizlərimi şad xücəm qoyub gedə bilərəm. Mən hazır, buyur. Allah saklasın bu uşaqlar. Divarı yazıq yazıq. Xan Əhməd! Ay Xan Əhməd! Xan Əhməd! Açsi! Salam aleyküm! Hoş gördük səni ay qardaş! Necəsən, nə var, nə yox? Qardaş, valla deyəsən sən axı məni kimlənsə tərs alırsan. Ne danışırsan ay Xan Əhməd? Bir diqqətlə bax gör, tanımırsan məni? Vallahi tanıya bilmirəm. Heç, 5-6 ildir görüşmürük də. Bu 5-6 ildir yəni mən boynu çıxarmışam, mən tanımırsan. Vallahi yadıma düşmürsən ki, düşmürsən. Kimsən axı? Oydu al ki, qocalımısan. Mənəm də. Umud. 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 Hadi umudam da. Bəli. Hə. Vıy. Şükür.
Necəsən? Bir danış görüm nə var, nə Sağ ol. yox, keyfim. Uşaqlar tamam. necədir? Yaxşıdır. Yaşar, şimdi kopayı ne salmışam? Şey yemeli böyle kaybolar. Geç çıkarsın. İşidirəm sizi. Я хочу заказать тарелку. У вас свадьба или похороны? Ay gerekallah. Bol. Celil sakit dur orada. Ну, конечно, спокойно. Мужчина. Вот. 50 лет. Bu balacadır, sen iki oğlansan. Açılır kaydarsın. Я хочу заказать тарелку. Ну, я вас понимаю, вы хотите заказать оркестр. Ну что вам такая информация? На что, bu bandı doldurmalı ya yok. Bütün смерти. Сердечная недостаточно. Niye daha çok boğazını bağlayıp sürüyorsun? Dediler taş yürü. Dediler. Ne kadar Ну, зачем? Адрес, телефон, имя, фамилия, имя, сразу. Вот, пожалуйста. Здесь вся информация. Ну, запомните, что весь этот ваш доход не что иное, как бюрократия бывшей советской страны. Закон есть закон. Распишите вот здесь. Заплатить 1000 manat. Sözüyle böyle. Kulağınıza göre minmat kalır. Оплата услуги после свадьбы. После похороны. Bak olmaz. Bu olmadı düz 9 dakika geciktiler. Ahmet Ağa mənim tapsın ki, məşqə geçilenler bundan sonra ne toya geciktirler, ne yapar. Takışda Vahid bala, toydan da vuruldun, yaslan. Nadir müəllim, özünüz bilirsiniz də bir balıcı uzaqda olduram. Avtobusu bir balıcı gec oldu. Ona görə gedişdim ben. Sen ne danışırsan? Kendisinden çok avtobus var. Bir tane sigaret vermezsen bu saat başlayalım. Sen de mən Nadir Başka müəllim. bir tane sigaret ver. Senin bu behanen derse geçen uçağın behanesini oturuyor. Git eyle, başka gecikme. Ha, hazırlaşın. Düz 8 dakikadan sonra Ahmet Ağa müəllim şəxsən özü burada olur. Ay Nadir müəllimi, o tarihi haçan bir ağladacaksa, biz de kulak asıp bir teziyab olan, ha? Bir sigaret ver, ben seni bu saat basarım. Vay, benim canım 45 gün sevmirəm. Görmüşsən, yemeğine fikir verirəm, günü gündən əliyirəm. Daşlamayın, ha daşlamayın. Daşlamayın, bir sigaret ver, bir tane sigaret ver, kulak. Tar çok ince ve ince olduğu kadar da mürekkep bir çalgı aleti. Tarın elə sadece elde tutmağın min bir sırrı var. Allah Ahmet Ağa müəllimin sabrını sağ eləsin. Yavaş yavaş öğrenin beni. Sağ. Nadir müəllim, acılığa gəlməsin. Söz küçük, gərək soruşum. Bu yaşında tar çalmağı öyrənmək nə lazım? Evet sen ne var? Acı kişi tarzan olmak istiyor. Senden sorsan var ki bu barabanı niye çalırsan? Yoktur, ne olur? Soruşur, maraklanır. Ne var? Son vaxtlar toylara tar atar. Tarın sədası toylardan eşidilir. Niye? Niye? Əcnəbi millətlərin əcnəbi alətlərini toylarda çaldırırlar, tarı yox. Ne diyorsun? Orkestra aparmasınlar, çöreyden qalaq, ha? Yox, niye ki? Güle geçsin. O da olsun, tardır. Tar başqa aləmdir.
Əhməd ağa müəllim mənə söz verib ki, tarı çalmağı mənə öyrədəndən sonra bütün toylara məni göndərəcək. Heç bir toy tarsız keçməyəcək. Nadir müəllim, deyirəm, nədə bu vaxtadan bu tar çalmağı öyrənməmişsiniz? Yox, deyirəm, yəni cavanlığınızı da öyrənə bilərsiniz, Nadir müəllim. Bir dənə sigaret versən, Mustafa. Ya, mən çəkən verəm mənə. Yüzə bir dənə sigaret ver. Axırıncını otağa girəndə atdım. Vallahi o bir penceremin cibinde kalıb. İşe bakayım. Başta. Daşlamır. Daşlamır. Bir dənə sigaret ver. Ha, cavanlığımda mən restoranda işləyirdim. O vaxtlar istənilən qədər pulum var idi. Bilirsiniz də, pul olan yerdə hörmət də var, izzət də var. Məni hansı toya çağırırdılarsa, o toyda mütləq tar olmalıydı. Bilirdilər ki, tarın xəstəsiyəm. Tar olmayan toya gedməzsin. Sonra bu Rusiyada, bu soğuk tərəflərdə olanda... Amma Nadir müəllim, bu Rusiyada ay keyf eləmişsə, hə Nadir müəllim? Allah eləməmiş. Ki orada türmədə olub, Mən zonda yatanda özümlə bir tarçalan da aparmışdım. Sonra bu Kırım tərəflərdə... Allah uzaq eləsin. Ne yanlış kesilmesin? Ne yanlış kesilmesin? Ki orada kırıklı olub, istirahatlı olub. Mən istirahətli olanda özümlə bir tarçalan da aparmışdım. Hər akşam bu tarın səsinə qulaq asmamış yatmazdım. Fikirləşmirdim ki, bir gün gələcək, imkan olmayacaq, pul olmayacaq, hörmət olmayacaq, izzət olmayacaq. Bilsəydim, elə vaxtlar öyrənərdim, özüm çalıb, özüm də qulaq asardım. Neyse, hazırlaşın. Düz 4 saniyədən sonra Əhməd ağa müəllim şəxsən özü burada olacaq. 4, 3, 2, 1. Yaşa! Buna deyərəm Azərbaycanlı dəqiqliyi. Sabahınız xeyr! Sabahınız xeyr! Sabahınız xeyr, Əhməd ağa müəllim! Əhməd ağa müəllim! Uşaqlar hamısı bir nəfər kimi yığışıb gözləyir. Har gəlsin sən. Bəli, tar mənim ürəyimin üstündə Əhməd ağa müəllim. Bir oxu tar. Dəli ki, bunu da Əhməd ağa müəllim. Deyirəm səhər tarla başlayaq ki, biraz əhval-ruhiyyəmiz yaşlaşdı. Bak, Han Əhməd, bu mənim vizitkam. Nə vaxt mənə nə lazım oldu, zəng elə mənə. Belə özün gəl, çəkinib eləmə. Bax, burada ev telefonlarım, bax, iş telefonum, ünvanım, hamısı burada var. Ay gözəl, ay gözəl. Sən işirməyə bilirsin. Bax, Əlavə saxlayaq. Ömüdəli, Hə. sənə də müğənni, xanəndə, tamada bir məclis oldu, lələşin hazırdır. Xeyr, Allah eləməm, şər dost olar ha. Sağ ol, qardaş. Hə, lələşin ölmür. Sağ ol, Han Əhməd. Yox, 3. Yaxşı, sağ ol, salamat qal. Evdə salamsın. İkirim ha. Yox. Sen elini açtın. Parçayı aşağı boğazından dediler. Sen de ne değil, balcığı açtın boğazından. Səni mənə tapşırağın həttadı yansın, həttadı. Şimdi sen, ne kimden danışıram? Sən mənə tapşırağın həttadı yansın, elə həttadı. Gübliyə bax ha, balcığı asarsan ipin boğazından, balcığı asarsan ipin. Bu ne cümlə? Bəlkə də düz deyil. Eskirilir. Həlmə! Ay kız Həlmə!
Çalırsın. Matem marşı. Esprit matem marşı kim yazır? Strauss. Chopin. Elə getsin. Heç bilirsiniz Chopin matem marşın yazanda hansı hisleri getirdi? Dert, gəm, qüssə, kədər, bəlkə də ömrünün ən faciəli günlərində yazıb bu matem marşını. Siz də çalın. Əvvəl ağa deyil. Bu daşlarını başa salmaq lazımdır ki, kapaqları vaxtında qoysun da. Kezinə vaxtını o vaxtdan buradadır. Sizin çubuğa da fikir verir. Ay başınıza dönün. Bu daş demir qastanıdır, qastanı. Bunu başa salmaq çətindir. 50 dəfə başa sal onu, yenə başa düşür. Ay Əhməd ağa qədər, deyirəm bəlkə bir müddət onu pulu məclislərdən bırak. Onun üçün əlavə məşq qalmaq lazım. Fərdi, deyirəm yazıq deyə bir çatan külfəti var. Acından ölərlər, bir tər yola verək də, lalkar adamdır, bir ona baxın. Qərib adam desənin. Onu da özünüz deyirsiniz, bunu da. Yaxşı, mən nə edək? Kərvəsini azalda. Bura bax, sən buğur elə. Sənin öz kərvənə atmaq lazımdır. Mən neyləmişəm? O neyini Əhməd ağa? Nə bunlar, tu neyləyəcəksən? O günləri yas yerində turba əvəzinə zurna salınca. Vay. Uşaqlar turbanı gizlətmişdi, nə çalaydı? Turbaya yazırlar, nə fərqi var? Pis keçmədi ki. Əsbinə getsin. Sənə nə fərq var? Mənə ağızlarından çıxan dedilər. Əhməd ağa qardaş, o günü əzim araqla qaynaqı qarışdırmışdı. Yəqin ondan olur. O günü sən nə tapacaq? Yaxşı. Buğur eləyir, keçer ver. Daşlamır, buraya gel. Daşlamır, eşidir ki gəlsin. Bura bax, gənc. Sən qaçtanı danışma, otur. Daşlamır, mənə bax. Daşlamır, mənə bax. Bu çubuğu görürsən. Bu çubuq həmişə mənim sağ əlimdə olur. Elə ki bu çubuğu sol əlimə keçdim, bu qapaqları vurursan bir-birinə, başa düşdün? Başa düşdün, sağdan sola keçidən kimi vurursan bir-birinə. Bildin? Hazır olun. Bir de baş yerden. Başladık. Helme! Öylece insandı bu. Ya xeyri yoktu. Helme! Adam daşın başında dumbul çalmaz. Halime, Sonra başı ağrıyar. ay kız ben seni çağırırım, bayağı böyle eşitmirsən. Eşidirəm oğlum, eşidirəm. Get bacını xaladelikdən çıxar. Onu bölər ya orada. Ben seni çağırmaktan boğazım yırtılır. Nə yırtılır? Belə seni çağırmaktan benim boğazım yırtılır, benim eşitmirsən. Məhəmməd Məli, nə vaxt gəldi heç görmədi? Danışmaktan bir macal tapırsan ki, biz biləsən də mən nə vaxt gəldim. Halime, seni mənə tapşıranım. Ay sağ ol, gel dalımda. Gel. Gel Halime, gel. Uşaqlarla danışıram, Məhəmməd Məli, evdə təkdirəm. Allah uşaqlarını da saxlasın, səni də saxlasın Halime. Sərdən bizi də eşitmək lazımdır. Başqa Məhəmməd Məli. Var. De görün, xeyirdən, şərdən nə var? Xeyir şər deyəndə ki, Akesi sifariş verir. Kes deyil. Zaten rəhmətə gedən var da. Kimdir, nəçidir, nə vəzifənin sahibidir, qeyd eləmişsən bala. Cinsiyyəti kişi, yaşı 58, ürək ağrısından ölür. Kişilərin sayı azalır. Buyurun, bu da diqqətdir. İvan Vasilyeviç Sukhov. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Saat neçəyə sifariş ediblər orkestri? 1 saatdan sonra orada olmalı. Tarzan Əhməd ağabıdadır. Çoxdan məşq edir. Sən belə elə. Geyir Tarzanı göndər mənim yanıma. Tez.
Teyzeler, görürsen bu İvan Vasilyeviç hansı vəzifənin sahibidir? Vallahi bu kasıbın ölümü bir dert, onu yerden götürmek ikinci dert. Zulüm. Sakla! Bu ne çalmaktı? Bu ne çalmaktı? Bu ne çalmaktı? Bu ne? Bir de bayak yerden, temle çalırsınız. Taşdemir sağla kapağla. Əhməd ağa müəllim, çubuq məsələsi, sol əlinizdə də. Aç olurdu. Həlmə bak, eşdirəm, buyurun. Əhməd ağa müəllim, Xan Əhməd müəllim çağırır. Xeyirdən şərdən nə var? Xeyir şər deyəndə ki, orkestr istəyirlər. Bir dəfə deyim ki, rəhmətə gedən var. Ay Allah rəhmət eləsin. Allah ölənlərimizə rəhmət eləsin. Bu da gələn həftənin qrafiki. Yaxşı, dün bu dəqiqə gəlirəm. Deməli, birinci günü yaz, 5-ci, 6-cı günü toy, bazar günü həm toy, həm də yaz. Bax, burada deyiblər, xeyirlə şər qardaşdır. Yaxşı, bu dəqiqə gəlirəm. Salam melekiyim, salam melekiyim. Salam. Salam verip salam almaq hər adamın borcudur. Deyilən nöşün. Niyə? Əhməd ağa bəli, incizdirin səndən nöşün dedim. Nöşün ki, televizorda o gün görürlər ki, Şah müəlliməsi başa qalır uşaqları ki, nöşünün yerinə niyə demək lazım? Səlamdan sonra keçək kəlama. Nöşün ki, bir oldu dəyirmancı, çağa gəlsin dərk oldu. Əhməd ağa qədir, hər şeydən bir ağ, bir görür varmı zaten? Var, zakat var. Xan Əhməd müəllim çağırıb, yersən kəndə yasad edəcək. Gedim görün nə deyir. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Xan Əhməd müəllim buradadır, keçmək olar yanına. Yox, bana kişi qosundura bilməz. Boğular bilər ki. Sabahını tez Xan Əhməd müəllim. Gel ay güzel insan, gel ay Tarzan Əhməd ağa, gel. Xan Əhməd müəllim, mən Tarzan deyiləm. Tarzanım. Ne sen? Tarzan. Allah seni saklasın. Ne fark var Tarzan ya Tarzan, en şey değil. Fərqi böyüdür Xan Əhməd müəllim. Tarzan Tarzana deyirlər, mənim kimi. Tarzanı isə buğur elə. Yaxşı. Belki görüm. Gel kömeyle sen de ansan bunu bura görüm. Sağ olun, nə iş edərsiniz Xan Əhməd? Sağ ol. Sağ ol. Hiç bilirsen neçə idi bunu alırsa? Ha? 10 ildir, 10 il. Yaxşı işləyərsən, sən üçün də təşkil edəyəm. Yaxşı, indi də görüm niyə təşkil buyurursan. Təşrif deyəndə Xan Əhməd müəllim, civi dedi çağırmışsınız, mən də gəldim. Civi kimdir? Kağbən deyirəm də. Sıkılır ol, ben bir haber edeyim. Canım. Ya beni de kulak as. Deməli, Əhməd ağa, rəhmətə gedən var. Orkestri cəm edirsən uşaqların hamısını. Elə, gedirsiniz, təmtərəflə o rəhmətliyi götürürsün. Mansarda yaşayın. Mans kimdir? Rəhmətə gedən deyirəm də. Vizitka var da. Vizitka var, burada hamısı qeyd olunub. Uşaqların hamısını girirsən, elə qəşək. Oldu. Adınıza layıq, belə. Baş. Oldu. Maş edici, belə yaxşı. Xan Əhməd müəllim. Kərbələ almışsınız, Kərbələ alın. Kərvənə də. Orkestrin pulu deyirəm də. Yox, bulamamışam. Həmşək kimi, özüm. Oldu baş. Gel. Ay gözəl insan, gel. Cəmaat xarab olub. Müsəlman da orkestrindən basırarlar.
Yəqin varlı kara adamdır. Özü vəsiyyət edir. Əhməd ağadır, və onu deydim, sözüm yağsız alır. Atadanı, bir gün yaranan, bir gün də ölmelidir. Ölüm qaşla göz arasındadır, atadanı. Ölümə çarə yoxdur. Əhməd ağadır, var! Qoy televizorda özüm görmüşəm. Görürəm ki, bir nəfər ölüb, ayağının altına bir də iğnə bulan kimisi, durur ayaqda yardıyımdır. Ata, get maşına hazırla. Kəndə yasa getdik. Biz getdiyimiz yasda iğnə yoxdur. Ha neyini? Bir gün toy olar, bir gün yas. Peki toyda kənlənərlər, yasda da qəmlənərlər də neyini mi olar? Yığışın, kəndə yas sırasında gedirik. Əhməd ağa deyir. Əhməd ağa deyir. Getdiyimiz yerdə məsə olacaq. Nə axmaq adamsan? Bu sonra sizə atdırma gəlməsi versinlər. Ölən müsəlmandır. Allah rəhmət Müsəlman eləsin. ara olar. Olmaz. Yeri də, olmaz. Sonda orkestri neynirlər? Ya, orkestr varsa, məncə məsi də verərlər. Sən güzələm dön Bu Məsih əvvəl axır sənin axırına çıxacaq. Adamın abrı həyası olar. Toydan da yaşdan da araq umursan. Bir dəqiqə. Əyib olsun sənin üçün. Çox əyib olsun sənin üçün. Mən kim dedi? O dedi, mən də dedim də. Belə araq istəyənlər kebab. Buğur eləyir. Araq. Aksi sənətkarsınız, orkestr də çalırsınız. Heç bilirsiniz orkestr nə olan şeydir? Siz orkestr deyirsiniz. Bəs bu qadaşın aldığım çağır Əhməd ağa mənim. Dəqiqə. Bütün manısların yığılıb bir yerdə işləməyi orkestr olur. Ana ya, hələ də qulaq as mənim, qulaq as. Bana 5-10 tane kişi dayanırlar. 5-10 tane kadın dayanır bunun qabağında. Ana bunların oxumayını deyirlər orkestr. Başa düşdün? O xordur ya, yasa, xor. Ana nə xor? Ana Atadanı öz gözündən görmüşəm televizorda. Əsl böyük orkestrlə mən deyəndir. Ana siz də orkestrirsiniz. Ana siz bala orkestrirsiniz. Ana nə Əhməd ağadır? Axı siz nə bilirsiniz orkestr nə olan şeydir? Bir dəqiqə. Orkestr təkcə toy yasmanıcı deyil. Orkestr həm də simfoniyalar, piyesalar, daha nələr ifa etməlidir. Siz heç Chopin'i tanıyırsınız? Çaykovskini tanıyırsınız? Ağa balanı. Ana, nə ağa bala? Ana Çaykovski adam deyil. Oyun havasıdır. Bax, qulaq alır sənə. 5-10 tane cavan qız tuturlar əl-ələ. Ayaqlarını əyə başlayırlar oynamağa. Ayata, o baletdir. Ana, nə balet? Ana, balet görməmişik bəyəm. Ana, televizorda öz gözlərimlə görmüşəm. Baletdə qız çıxır, oturur oğlanın başının üstündə. Başlayır gezməyə. Ana, Çaykovski oyun havasıdır. Bax, qulaq as mən deyim. 5-10 tane cavan qız, Çaykovski deyən kimisi cumurlar səhnəyə. Başlayırlar oynamaya. Ada necə bilsə uzundara qaytağı yoxdur. Bu da olan oyun havasıdır da. Bir dənə sigaret verin. Bəsdirin. Hay. Budur sizin sənətkarlığınız. Mənim əməyim əbəs yerə sərf olunur. Manus olanda da gərək savadlı manus olasan. Mənim özümdən çox, bax bu çubuğa heyfim gəlir. Əhməd ağa mən buyur. Sür gedək. Baş da qardaş. Sür gedək. Hazır olun. 1, 2, 3.
mərasimi musiqi ilə müşahidə edir. Hansı dəfn mərasimidir? Burada ölən yoxdur. Bacı, Əlizadə Umudəli Dərbəloğlu burada yaşamır. Bəli, burada yaşayır. Vəssalam da, başla. Axı ölən kimdir? Ölən Əlizadə Umudəli Dərbəloğlu. Başla. Başla! Çaşmısınız siz? Səs salmısınız? Əhməd ağa qədər, esən atıblar bizə. Yaxşı, bulur elə, yan görək. Hacı, necə yan çaşın? Biz qastanı muzqancadır bəyəm çaşa. Bax, Məktəbli küçəsi 51, Əlizadə Umudəli Dərbəloğlu, telefon nömrəsi 55-50-55. Düzdür bacı, buyur bax. Hacı, sizə nə oldu? Gəlsən cibinin xəbəri yox dərin görməyinə. İvan Vasilyeviç Suxov'da belə getdi. İvan Vasilyev Suxov. Suxov. Gruyev. Suxov. Gel. İvan Vasilyeviç Suxov. Vay. Ya Suxov'un vizitkasını ben Tarzan'a vermedim. Vay, bir yaptısılık. Ay, onun dermi vizitkasını vermiş. Halime! Hayır, bulamaz. Feta başlıyor. Təzili əyləşirsən bir taksiyə, özünü saxdırırsan Tarzan Əhmədir belə. Verirsən bu vizitkanı denən ki, Xan Əhməd müəllim deyir ki, vizitka səhv verir buna, buyurun bana geçsinlər. Başa düşdün? Aydındır. Hə, tez. Birdən Əhməd ağa müəllim bir çıxıb gediblər, onda necə olsun? Ay qız, necəsi lazım deyil mənə, tap oları ver vizitkanı, vəssala. Hə. Sən pislik eləmə, yaxşılıq onsuz da eləməyəcək. Necə demişəm? O Xan Əhməd müəllim də qərib adam. Meyit gətirilməmiş, göndərib bizi bırakı götür çalıb. Akşin, sən orada nə edirsən? Heç Şahbacı, ürəyi gedir yerləyirəm. Necə anlıya gelir? Ne olub ona? Necə? Ürəyi gedir? Ne olub ona? Qorxulu bir şey yoxdur. Eşitdi ki, əri rəhmətə gedib, ürəyə getdi. Necə? Rəhmətə gedir? Səhər özüm görmüşəm. Nə vaxt rəhmətə gedir? Yəqin elə bu gün. Bəs siz kimsiz? Orkestrin rəhbəri Tarzan Dirigör Əhməd ağa. Bəli. Bunlar da manislardır. Kimlər? Muzikantlar. Bacı nə vaxt gelir acdiyini, böyük toy, kiçik toy. Her iş oldu, biz kollektiv surətdə sizin qulunuzda. Bəli. Əhməd ağa deyiş. Öyle yerine dedi. Evdən misal ölü yerinə. Telefon nömrəsi Əhməd ağa mənim. Bu da vizitka. Buyurub zəng edə bilərsiniz. Sağ ol. Çiçek. Çiçek. Servinaz. Ay Servinaz. Evim yıkıldı ay Servinaz. Ay Servinaz ben dinleyeceğim. Hacı, ya şimdi biz çağıraq. Ne çaldı? Toy gibi ya. Gelin işinize. Hacı biz öz başımıza deyirik ki, gönderiblər gəlmişik. Biz iş başında. Akşi, hala gördüm ki müselman yasında orkestri çalsın. Ay bacı, yəqin rəhmətli özü vəsiyyət Özü vəsiyyət eləyibsə, qoy çalsınlar. Vəsiyyəti yerinə yetsin, ay bu dəli. Arzu sürəndə qaldı. Evladım.
Bu başka mesele. Artısın elimde kaldı bu derdi. Evladımı görebilmem biri. Koydesiyeti yerine yetsin. Ay bu derdi. Ay bu derdi. Ne oldu? Ne oldu? Bacı oğlunun oğlu oldu ya bizi. Bizde kız olabilmez dünyasında. Olsa oğlan olar. Dede Allah mübarek et. Ay çiçek. Ay kız. Ay çiçek evde arabada olsan. Ahmet neyimiz olur. Oğlumuz olur ya kızımız Allah mübarek eylesin. Ay Allah. Sağ ol falan. Sağ ol. Bacı, deyirlər hər bir yaranan bir gün ölməlidir. İndi Umud Ali müəllim də ölüb. Özdə vəsiyyət edib ki, onu orkestrlə bastırsınlar. Ne oldu? Ne orkestri? Anam sen kimsen? Orkestrin rəhbəri tarixsən dirişör Əhməd ağa. Bunlar da manıslardır. Nə vaxt kiçik toy, böyük toy, generajliyini, xeyir iş oldu, ümumiyyətlə nə lazım olsa biz kollektiv surətdə hazır. Ölü yerinə də gedirik. Evdən uzaq Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yas yerinə də gedirik. Bu da mənim vizitkam, buyurun zəng edə bilərsiniz. Çok! Çok! Canay! Əhməd ağa. Canay bir deli! Beni koymana gitmişsen ay bir deli! Yetim balam var! Ay çiçeği bizi koymana gitti bu bir deli! Çınar boylu balam var! Kız kızımın artısı o! Ne? Kız kızımından mukayet ol bala! Bek yerde sakla! Sevaniye itibar yoktu! Evde adam zat gelecek! Abi! Bir süs çay mısın? Çayın da! Çayın da! Şahın meziyetinden aşık evvel önemlisin! Bir, iki, üç. Bu nedir çalıntı? Bu arkamdan mı tutuyordu çalıntı? Ne selamlasın? Terekeme. Ümit Elvin toyunda terekeme oynamış. Öyle yatımda da terekeme oynayacağım. Tabii! Basit! Çalı dede! Şahsi! Sevindim ki. Neye sevindin? Ağız benim derdime sevinirsen. Benim ner boyda bacım oğlu ölüp. Sen benim derdime Ay bacı sakin olun. Sakin olun biraz. Ay bacı sakin olun. Ne yapalım benimki ölüp? Ölüp de Allah rahmet eylesin. Ay bacı sakin olun. Ay falan nefer adamdı. Toyda da dava sallar yasta da. Ay Allah. Sağ ol hala, sağ ol. Bu delinin ruhu sizden inciyer. Ay Bu deliye. onun meclisi gere sakit geçti. Canay mı deli? Allah acil versin. Allah rahmet eylesin. Yürür düşürüz bir yok. Kız dinleneceksin de sigaret satırdım oğlum benim için. Ay hala hayır ay hala. Vallahi hoş gelmişsin. Ay Allah. Ay Allah. Bu da dede çıktı. Yediğim ay bu deli. Ne hiç gözüme değmiyor. Getirmeyler ha. Akşi. Geldiğin indi dinlemeyip miydi sanmışsın? Neyini sen miydin? Üstünde ağlayıp okşayacağım. Ne yiyeceğim ki? Değmem. Aa. Okşattın. Okşa. Okşa da. Anan ağlar bu gece. Anan ağlar bu
gece. Anan ağlar bu gece. Anan ağlar bu gece. Bu gece ne gecedir, ölüm esir etti bizi. Öldürüptür erimi, koyup zillette sizi. Körde günlere kalıptı halanın nazlı kızı. Ümid eli çağırıp ağlayacaktır bu gece. Aleli çağırıp ağlayacaktır bu gece. Senin bu imaretinde artımdı derdin. Kalmışsan zilleti zarda, ne atom var ne mi? Düşünlerin yadıma bir can ben neydim? Kaldın hesret erime, ağla yine sen bu gece. Benim delini gel, tapmasam ölüm bu gece. Analar bu gece, analar bu gece, analar bu gece, analar bu gece. Ağa seni değirmeyin. Öyle değirmeyin değil bu meydi. Ben bilmirəm. Ya kız onu gizletti. Hava çalmışsın. Yok. Yüzü yok. Yardımıza düşmeyeyim pardon. Ağa sanki siz çaldırabilirsiniz. Hava çaldırabilirsiniz. Yağmur oldu adam gelecek. Durun. Durun göre yağar düş kabağıma. Gel düş kabağıma sen de. Yağmur oldu. Yağmur oldu. Bir geceler ki ışıklar söndü, ne olur? Ne olur? Ne olur Molla Bey? Zülmet karanlık. Evveller her bir zülmet karanlıktı. Göz gözü görmürdü, ne ağaç vardı, ne ot vardı, ne at vardı, ne hayvan vardı, ne... Salam, çok ağırladım. Çok ağırladım. Hiç yoktu, yerdeydi, hiç köy de yok. Ya Molla dayı, siz dediğimiz köy indi moda düşür. Evveller alışveriş hamısı manatla olur, öyle değil. Ay bu köyü icat edilerin atasını... Ya o köyü demirin, onu değil. Elbette. Allah ellezi rahmet eylesin. Allah rahmet eylesin. Her işin bir başlangıcı var. Evet. Her işin yaradanı ve yaratıcısı var. Senden bir söz soruşum evladım. Ben ne? Ben. Buyurun Molla. Sen kimisini dünyaya getirmek için atonanı neyini yiyipler? Neyini yiyipler? Bilmirsin. Hamı neyini yiyipse, onlar da onun yiyipti. Yani nezir veripler. Nezir veripler. Bəli, sen de zahmet olmasa nezir vergini. Allah kabul etsin. Molla dayı, Ben- bir sual vermiyorlar. Olar da, olmaz da. Molla dayı, Bəli. eğer bir kez bir ikinci arba saklayıp onu gizledirse, o günaha yazılır ya yok. İkinci arvada olanlar Ay evladım sakin ol. Atalar bina efendimden ki soğan yememişsen için. Vay sağ ol. Bilmirsən, bu daşı kimin bostanlar? Benim ikinci arvadım var, hə? Məni niye dilə dişe salırsan sen, hə? Bir el sakla. Bu kişi sual verdi, mən de cevap verdim. Allah doğru rahmet eylesin. Evladım, kim Bəli. ki bir defa evlendiği söylüyor ki arvad uşaq sahibi olacak. Bəli. Nezir verməlidir. Vermişsiniz nezirinizi? Ne yaptım? Buranın Dərligilin məhəlləsidir ki. Bəlkə onlar bilərlər orkestr hardadır. Yəni gedim öyrənim.
Molla dayı. O ki kaldığı ikinci arvad meselesine evladım, insanın 7 arvad da olabilir. Ama gizletmek olmaz. Eğer 2 arvadlısansa ne olar? Nezrü ver. Gizletme. Bu dünyada gizlettin, o dünyada cevabın vermeli olacaksan. Bu dünyada nezrü ver ki o dünyada rahat olsun cevap vermeyi. Allah nezrü kabul eylesin. Allah... Diyan, bu birinci arvad. İkinci arvadı da ver. Eli, düz değil. Allah nezrünüzü kabul eylesin. Allah nezrünüzü kabul eylesin. Adamları dur. Yağmaz dur. Sarkışım var be. Elime. Ay elime. Güzelim. Ne olur? Sen biz misin? Güzelim. Geçti. Hemşeri geçti. Para geçti hemşeri. Ay para. Ama sen güzeli yana giderler. Geçti zaman elimden var. Gel bir işe çağırsın. Oldu ya. Molla Bey, ona bir sual vereyim. Buyur nebem, eşidirəm seni. Bacı, ay bacı. Ahmet ağa mənim üçün bir stakan çay. Ne çay? Çay da çay. Çay nedir? Çay. Çayxana zattı bura. Bak bakın, sen bir zurna çalsan diye biz zurnayla maraqlanmalıyıq. Abla, niye çalmıyorsun? Çalmana gelme. Ama çalın da. Çalma dede. Sakla bana çalmak nedir? Bu ne söhbəti? Müslüman yatı da harda görürlər? Arkası çalınsın. Dayım da kıyım. Elitmiş olur. Karagül özü vəsiyyət eləmişdi de. Ay bacı, bilmeyeyim, ağrı kesmeyeyim, cavan ölüp, cavan olup. İstersen olmaz, ayıp da çalmıyor. Elədir. Belə vəsiyyət eləyin. Siz de çalın. Tərəkəmə çalın. Tərəkəmə. Benim yatsın bir şirvan okuyurlarda çalın. Bu nedir? Piyano. Piyano. Zurna qalaman yoxdur be ya. Ay bacı zurna getirmemiş ya. Kardeş, var. Buradan toya gidecektim. Özümden getirmişim. Çal. Çalın. Belə tərəkəmə çalın. Var. Ümidlərinin toyunda tərəkəmə oynamış. Yazında da gelir, tərəkəmə oynayın. Allah ceza oldu verecek, çalın. Çalın be! Çalın. Ay ümidlərim! Ay Gülsar! Gelin ay Gülsar! Ay diyor! Elime bak. Sen ay ümidlərim! Elime bacı, ölen kovulur. Bize niye demez? Bu olsun Elime bacı. Ahmet ağa Mehmet demez. Sizi xalayla təlim göndərin. Bizi şöyle kaçır. Sen ay ümidlərim! Ölmeyeyim imdel, ölmeyeyim bak! Ay ölmeyeyim baba! Havalandı! Nedir bu? Ay kızım ne olur? Bunlar bizi nasıl kaldı? Geçti kızım. Ümdeli sağ diye ölmeyeyim! Yo ben Fatih'sini okumuşum. Sana öleyim! Öyle. Başıma hava geldi! Bastı. Hava geldi. Hava geldi baba! Sağ! Tutun burayı, tutun! Başıma hava geldi! Tutun! Öyle Dedim Allah cezanı verecek ya. Adın hoşlan mısın? Çalın be! Çalın! Ya Bacımın evi yıkıldı! Allah cezanı verecek. Çalın. Bacımın evi yıkıldı! Sen de bir de benimle göre. Bağışlayın, mən sizi hardasa görmüşəm. Geldim toyda. Toyda. Yox. Bağışlayın, siz telefon açın. Elini telefonu.
Uşaq vaxtı xora gedirdim. Üçüncü cərgədə altında da mən olmuşam. Bilirsiniz, eğer lazım olsam, vizit vereceğim. Buyurun, sen gelin. Bilirsiniz gelen ay, bacım oğlundan küçük toy edecek. Mütləq gələrik. Biz yasa da gedirik hanım. Yasa da gedirik. Allah, Allah, özün saxlasın. Yası toya dönüyor. Ay Allah, özün keşfenler. Vay, biri öldü, biri deli oldu. Görün oğlum, sen başını verin. Bu benim. Memur, oğlan orada kız. Bilirəm ki, oğlan orada, oğlan orada. Sen, Ayçin, neyiniz olur? Münevver bacı. Kırası al. Ne oldu da? Ne oldu bunlara? Oraya çok toşağı mene hesabısı. Gah yas kurursunuz, gah toy kurursunuz. Mene hesabısınız. Mene diyen lazım ay. İt oğlu it. Senin burada ne yapacağım? Allah cezası verir. Yani hoşgül derin üstüme utanmasın bir utanmaz. Ki bir beni başa salan görün benim neyim olur? Olmuyor, ölüp. Necə yani ölü? Uşaq ölü doğulu. Böyük oğlu. Böyük doğulu? Böyük ölüp. Kim ölü? Müdahale bendim. Ne gic-gic danışırsın? Elə salmışsan mən? Dənbədən də müdahale meyde getirecek. Ay ki o müdəli mənəm. Özü sağ görsən qabağım. Kardeş, meyde ele salırsan. Ay ki bak. Dokument. Bak Əlizadə Umudəli Zərbəloğlu. Bəli. Məktəbli küçəsi 55. Telefon 55-50-55. Hə. Əhməd ağa mənim, Toçun Umudəli. Bəs sən? O. Xeyr olsun. Şimdi ölen. Bunlar sağdır. Sən demə, ölən mənəm. Sırağa gün mənə bir skleroz həkiminin ünvanını veriblər. Gecikdim, gedəmədim. Yəqin səhvən orkestri ora göndərəcək. Skleroz. Mən başa düşə bilmirəm. Bu göğüs satmağın nəyi eyib baxır? Hə? Avalam, özüm zəhmət çəkirəm, əkirəm, becərirəm, aparıb satıram da. Yoxsa orkestrdə işlədiyim kimi. O zəhrimara qalmış turbanı o qədər üfləmişəm ki, axırda məndə can da qalmayıb. Bu baraban məni əldən salır.
keçəcək Dumbula. Çəkisi çəki, gürültü gürültü, pulu da ki pul. Vur nağara, çıx qırağa. Sigaret çekin. Utanmayın, götürün sigaret çekin. Əhməd ağa mənim. Sabah sən öz orkestrindən mənim restoranımda qonağımsınız. Bütün haqq hesablar mənim boynuma. Əhməd ağa mənim. Ancaq tarı götürməyi unutun. Gələn həftə bacı nəvəsinin kiçik toyu olacaq. Allah qoysa orada da tərəkəm oynayacaq. Mən də Nadir müəllimdə öyrəmişim. 5 ilə bir dənə tart almağı öyrənə bilmirəm. Maşallah 2 aya tarım tut, cikin də bilirəm, bikin də. 11 dənə simi olur, 22 dənə fərdəsi, 2 dənə çanağı, biri böyük, biri balaca. Bir dənə də balaca mizrabı olur. Əhməd müəllim, nazirlikdən əmr gəlib. Sizə töhmət veriblər. Orkestr Filankəs müəllimin dəfn mərasimində olmalıydı. Gedib çıxmayıblar. Filankəs müəllimin ölüsü yerdə qalıb. Yas mərasimi olmasın. Mən Əhməd ağanı hardan tapardım? Allah hamıya belə ər qismət eləsin. Evlənəndən sonra bir sözümü iki eləməyim. Daha yas mərasiminə getmirik, toy mərasiminə gedirik. Allah hamınıza toy, şənli qismət eləsin. Cümə axşamı televizorda çıxış edəcəyəm, tarzan kimi, tarzan kimi buyurub hamınız baxa bilərsiniz. Qonşu olsa, kör qız ərə gedər. Biz qonşuluqda həmişə mehriban olmuşuq. Can deyib, can eşitmişik. İndi züy tutmaq dəbdədir. Züy tutmağa ehtiyac həmişə olub, olacaq da. Züyə də balaban yaxşıdır. Can rahatı budur. Dünyanın işine bak ya Perverdigar. Bir şirvana segah zabıl okuttururlar. Başlayır 45 dakikadan sonra diyorlar. Ama yine ben bereket. Yok hani elbette. Ben bilseydim ile evvelden hanendeliğe giderdim. Allah! Axmaq adam o zaman ağıllı iş görür ki, susur. Siz hamınız düz deyirsiniz. Toy da, yas da bizimdir. Toyda xeyrimiz, yasda şərimizdir. Bax, gördünüz, mən həmişə demişəm. Xeyrlə şər əkiz qardeşdir. Xanahməd müəllim, doğrudan amaton stuqdur. Bax, indidən deyirəm ki, sonra demiyorsunuz, xəbərdar eləməmişsiniz. Atasının həyata yenidən gəldiyi gün bu balam dünyaya göz açıb. Mənim yadigar balam. Adını da yadigar qoymuşum. Mən çox şadam ki, hər il olduğu kimi, bu ildə ölüb dirildiyim günü sizin dostlarla birlikdə qeyd edirəm.